Salam aleyküm herkese. Kamera quraşdırma servisi olan bu gün biz gözəl ölkələrimizdən olan Naftalan şəhərinin Nafta sanatoriyasında gəldəyik. Bu gün biz ABB-nin tədbirinə gəlmişik. Yeniliklərlə, texnologiyalarla, təzə texnologiyalarla tanış olmaq üçün zəhmət olmasa yaxınlaşaq. Deməli, təhlükəsizlik sistemindəyik. Məhsullardan istifadəçilərimizdən bir çox olduğu haqqında məlumatı var. Vaxtımız azdır, çünki tədbir başlayacaq deyə qısa məlumatlar verim. Hansı ki, simsiz şəbəkənin bu əvvəlki quraşdırmışdıq bunlardan. C210 modelləridir. Bu artıq 5 GHz dəstəkləyən 15 km olan modellərimizdəndir. 510 olmalı səhvləmirəmsə bu modeli. Səhvləmirəmsə. CPE 510-dur. Həmçinin təzə Omadanın proqramı dəstəkləyən cihazlarımız gəlib. Sadəcə vaxt darlığına görə biz bu qədər çox informasiyanı qısa zamanda video sığdıra bilməyəcəyik. Görüntüsünü göstərək. İnşallah bunu istədiyiniz zaman data şitlərinə baxa bilərsiniz. Zəhmət olmasa siz modellərin görüntüsünü də götürərsiniz. Videoda düşsün, istifadəçilər istəsə baxar. Wi-Fi 7 texnologiyası dəstəkləyən access pointlərimiz gəlib. Həmçinin optika aid məhsullarımız gəlib. Optik cihazlarla işləmək üçün sistemimiz, qutumuz, qayçı, lazer, testerimiz, həmçinin SFV modullarımız fərqli çeşidlərdə, o cümlədən şəbəkələrdə kəsintisi olanlar üçün birdən ikinci mərtəbəni birləşdirmək üçün elektrik cəryanı ilə şəbəkə ötürmə qurğularımız gəlir. Yeni model routerlarımız gəlir. CP-nin haqqında qısaca bu qədər. Və həmçinin Aziz brendi məhsulları da gəlir. Ağıllı kilit, ağıllı qapı, elektron qapı kilidimiz gəlir. Bunun barəsində yəqin ki, yaxın günlərdə video çəkilişi olacaq ətraflı. Funksiyalar çoxdur, videoya sığdıra bilməyəcək. O cümlədən bu Aziz kameramızın bundan əvvəlki modelin yeni modifikasiyası gəlir. Nəzərinizə çatdırım ki, bunu biz kanallarımızda paylaşmışdıq. Artıq təzə modeldə həm yuxarı hərəkətlidir, sağa sola, yuxarı aşağı və aşağıdakı da onsuz da hərəkətli idi. Artıq bu daha da təkmilləşdirilmiş formasıdır. Bu barədə də məhsullarımız haqqında da məhsullar video çəkilişində xəbər verəcək. O cümlədən qapı üçün bizim domofonumuzda hazır kitimizdir. Həmçinin Hikvision firması məhsul olan siqnalizasiya deyək, necə deyirlər, Access AX Pro modellərimizdir, təzə model. Eyni zamanda barmaq izi, üst tanıma, terminal Access Control-a aid giriş-çıxış nəzarəti, xüsusi klaviatura giriş-çıxış, həmçinin səs sistemlərimiz var, mikrofon sistemlərimiz, hansı ki, bunlar obyektlərdə səslənmə və yaxud da marketing işlərində istifadə olunan aktiv cihazlardandır. Hələlik qısaca bu qədər. İzləmədə qalın. Diqqətiniz üçün təşəkkür edirik. Hörmətlə, kamera quraşdırma servisi.